Heç olubmu ki, ətrafınızdakı biri çətin vəziyyətdə olsun, amma sizdən kömək istəməyə çəkinsin? Ya da bir qohumunuz sıxıntı içindədir, pula ehtiyacı var, amma yenə də yox canım, mən yaxşıyam, heç nəyə ehtiyacım yoxdur desin? İndi təsəvvür edin ki, siz kömək üçün onun istəməsini gözləmirsiniz. Əksinə, özünüz bir addım atırsınız. Məsələn, bir gün ona desəz ki, adınız ailə daxili lotareyada çıxıb, amma bu pula ehtiyacınız yoxdur və sonra özünüz ona kiçik bir borc verəsiniz. Allah Taala Quranda buyurur: "Və ətizəl qurbə haqqahu vel miskinə və ibnəs-səbili və la tubəzzir təbzira." Qohuma, yoxsula və yolda qalmışa haqqını ver və israfçılıq etmə. Burada bir başqa vacib məqam da var. Bu ayə bizi təkcə başqalarına kömək etməyə deyil, həm də israfdan çəkinməyə və Allahın bizə verdiyi nemətləri düzgün istifadə etməyə çağırır. Çünki dünya və onun nemətləri bizə əmanətdir və biz onları ağılla və ehtiyatla istifadə etməliyik. İndi bir anlıq düşünək, əgər hamımız bir-birimizə biraz daha çox diqqət yetirsək, dünya nə qədər gözəl bir yer olar. Elə keçmişdə olduğu kimi. O vaxtlar qohumlar və qonşular bir-birinin qayğısına daha çox qalırdı. Bu kiçik köməklər bir gün bizə daha böyük və daha gözəl şəkildə geri qayıdacaq.